Welcome members of our various communities, cherished friends, and our honorable guest, Miss Rukiye Kebiri. Are we looking forward to taking a journey through courage, creativity, and unyielding hope? Well, I am. Today, we have gathered on Zoom and in person to hear Rukiye Kebiri Hanım, an exceptionally talented creator, a well-known international author from Iran who mainly writes in the Turkish language. Thank you, Sama Hocam, and hello, everyone. I am very grateful for your presence here today. Special thanks to Ms. Rukiye Kebiri for accepting our invitation and joining us. I have been part of CSATS for almost 7 years. CSATS always helps people who don't usually get heard, and CSAT supports emerging scholars and artists. And today's event is the second event related to Iranian Azerbaijan that CSAT is backing, focusing on literature. So we had our first event in 2017, and I am really grateful for CSAT's help. I want to tell you a little bit about what's happening with languages and cultures of non-Persians in Iran. Historically, during the Pahlavi era, efforts were made to promote Persian as a dominant language, neglecting other languages like Turkish. Some Persian nationalists and intellectuals like Afshars, for example, they published a book called Zaban Farsi dar Azerbaijan, Persian language in Iran. Over there, you see that their plans and suggestions on how to eliminate Turkish using help of Azerbaijani themselves. So even though things changed after establishment of Islamic Republic a little bit, but they still don't support minority languages. There is no official teaching of any languages other than Persian. No government funding is there. There is for like minority languages, and books like TV magazines. Anything that is published on, like anything that is published on paper or broadcasted on TV is subject to strict rules. So there is a strict rule on language policies. So in this challenging context, it is essential to acknowledge and honor Kebiri's remarkable efforts. She writes in a language that is not dominant and has been banned from formal education. Despite being widely used by its speakers, this language has been systematically silenced over time, leading to decline in literacy and scarcity of specialized words. Yet, in the face of these obstacles, Kebiri persists in her writing. Writing in marginal languages present unique challenges, particularly for women in Iran as a member of these national minorities. Today, we have the opportunity to inquire how Kebiri navigates these challenges, how she finds inspirations to write, and whose stories she's telling. Hanım Kebiri, mikrofon sizlerde. Lütfen bize deyin, siz ne zaman başladınız yazmaya, siz kimsiniz? Özü bize tanıtırın lütfen. Buyurun. Salam arz edirəm. Öncəliklə bu ədəbi cələsiyə dəvət olduğum üçün Toronto Üniversitəsinin bünyəsində çalışan CSAT-ə təşəkkürlərimi bildirirəm və salonda əyləşən və onlayn qatılanların tək-və-təkinə xoş gəlibsiz deyirəm. Mən İranda Xoy şəhərində məzar, Şəmsi Təbrizinin məzarı Xoy şəhər, bərəkət verdiyi Xoy şəhərində dünyaya gəlmişəm. 44 ildir Təbrizdə yaşayıram. Üniversitədə Ulumaz Maşqayı təhsil almışam və Təbrizdə yaşayan
Azərbaycanlı bir qadın yazıçısıyam. Mən yazıçılığımı ana dilimə döndüyümdən başlamışam deyə bilərəm. Yəni 20 il öncə ana dilimi yazmağı başarmırdım. Və danışırdıq sadəcə diyaloqlarla, evdə danışıqlarla ana dilimlə tanışlığım var idi. Ancaq bir çillə gecəsi, 20 il bundan öncə, bir çillə gecəsi qonaqlığında bilirsiniz ki, çillə gecəsi biz Azərbaycan türklərinə önəmli bir gecədir, payızın son gecəsi. Bu gecədə yığışarıq bir yerə, şənlik elərik və bir para özünə görə ənənələr. Bir çillə gecəsi qonaqlığında mənə dedilər bir şeir oxu. Mən o zamanlar farsça şeir və hikayə yazardım. Mən bir farsça şeir oxudum. Sonra qonaqların biri mənə dediyində öz dilimizdə bir şeir oxu. Mən öz dilimizdə yazmağı başarmıram dediyimdə həm özüm utandım, həm qonaqlardan utandım, həm də sanki bir dərin yuxudan ayılmış kimi oldum. Sabahsı gedib Döktür Behzad Behzadının farsça, türkçə dikşnerisini aldım. Yəni bunu bir cümlədə desəm, mən 40 yaşımdan sonra ana dilimi məktəbsiz, mədrəsəsiz, yabancı bir dil kimi dikşnerdən öyrənmişəm. Və ondan belə çox ciddi ədəbiyyatımız sahəsində çalışırım. Mən bu günə kimi 6 roman, 6 hikayə toplusu, 3 səyahətnamə, bir təhqiqi kitab, bir uşaq ədəbiyyatı və bir neçə şeir kitabı çap eləmişəm. Və əsərlərimi yazırkən öz yaşayışım, sosial sorunlar, tarixi hadisələr və toplumda üz verən məsələlər mənim diqqət mərkəzimdə olur. Mən sizə bir hekayələrimin, romanlarımın məzmunlarına görə bir açıqlama verim. Məsələ dedim ki, öz yaşayışımdan romanlarımı, əsərlərimi gətirmişim. Evim romanı mənim 1986-cı ildə evin zindanında yaşadığım təcrübələrimin əsasında yazılıbdır. Bu romanın adını başda evin evimdə əldə qoymuşdum. Ancaq İrşad İdarəsinin sansuruna məruz qalmasın deyə mən özümü məcbur elədim, sansur eləyim və kitabın adını evim qoydum. Bu romanın birinci karakterinin yaşadıkları hadisələrin bir çoxunu özüm evin zindanında yaşamışım. İkinci nümunə, Quşlar Daha Qorxmur romanımda mən bunu İran Azərbaycanında mühacirət məsələsinə toxunmuşam. Bizim bir neçə dönəm ölkəmizdə və Azərbaycanda, İran Azərbaycanında insanlar mühacirətə məruz qalıblar. Bu dönəmlərin ən əhəmiyyətlisi 1946 və İran İnqilabı 1987-ci inqilabdan sonra olubdur. Mən bu romanı 2 tarixi bəstədə yazmışım. Bilirsiniz ki, 1945 və 46-da Azərbaycan Demokrat Firqəsinin təşəbbüsü ilə, pişəvərinin öndərliyi ilə Azərbaycanda bir milli hökumət qurulur. Və bir il sonra bu milli hökumət mərkəzi hökumətinin hücumuna məruz qalır və o illər Azərbaycanda bir çox insan qətlə yetirilir və bəziləri Arazın otayına mühacirət edirlər. Mən bu romanı o tarixi bəstlərdə və
1987-ci illərdə yazmışam. Bu romanın təxəyyülü və həqiqi karakterləri də var. Məsəla, Nurullah xan Yeçani bizim həmşəhri idi, xoyluydu. Nurullah xan Yeçaninin öldürülmə rivayəti bu romanda gedir. Bu bir deyə bilərəm tarixi bir həqiqətdir. Azərbaycan yaşayıbdı və Nurullah xanı çox fəci vəziyyətdə mərkəzi hökumətə bağlı olan insanlar və xanlar ümumiyyətlə tutur, ayaqlarına mıx vurur və sonra dara asılır. Bu romanda gedir və mən bu qaynaqları həm tarixi kitablardan, həm də ələlxüsus Nurullah xan Yeçaniyə görə təhqiq eləmişəm. Xoyda Nurullah xan Yeçaninin qardaşı oğlu hələ də həyatdadır. Ustad Pərviz Yeçani. Mən onunla müsahibə aparmışam və ondan aldığım məlumata görə bu romanda Nurullah xan Yeçaniyə bir karakter vermişim. Mən sosial məsələlərimizdə diqqət mərkəzimdədir. Romanlarımın məzmununda bu məsələlərə də toxunuram. Məsəla, Mör Ağacının Kəhribar romanının yazmağının səbəbi xiyabanda iki dana mücrümü Zərsəgildən dara asırdılar. Yəni, yadıma gəlir, 2013-də mən netdə xəbərləri izləyirdim. İki cavanın edam xəbərini gördüm. Bu cavanlar insanlara saldırıb, paralarını alıp yaralamışdılar bəzi insanları və edam olurdular xiyabanda. Bu şəkillərin birində o edam olan cavanların biri başını qoymuşdu bu edam məmurunun çiyninə, ağlayırdı. Yəni bu şəkil mənim zehnimi o qədər məşğul elədi ki, günlərcə ondan zehnimdən silinmədi. O edam olan cavan, yəni edam məsələsi çox üzücü bir şeydir. O bir tərəfə qalsın. Müntəha bu çiyin mənim ağlamdan çıxmadı. Özümə dedim, indi bu cavan başını qoyub orada ağlayır. Bu məmur evinə gedəcək, sevgilisi, həyat yoldaşı, anası, uşağı başını qoyacaq bu çiyinə. Bu insan bu çiyini nə cür təhammül eləyəcək? Bu o qədər mənim zehnimi məşğul elədi ki, nəhayətdə Mör Ağacının Kəhribar gözləri romanının sərhəng karakterini yarattım. Ms. Kabiri, you belong to an ethnic or some scholars call national minority group in Iran. As an Azerbaijani Turk, what challenges do you face when writing in a language whose education has been banned? In your opinion, what are the pros and cons of writing in your native tongue? Lala xanım, ana dili mənim varlığıma şeylər artırır. Özümə qayıtmışam. Başqa bir dilin otoritəsindən kənara çəkilmişəm və deyə bilərəm ki, o 40 il özümdən biganə yaşamışım. Yəni bu 40 il o biganəlikdən sonra ana dilimdə yazdıqca asla özümü, varlığımı kəşf eləmişəm. Bu çox rahat olmayıbdır. Mən dikşineri ilə başlamışam, Behzadinin dikşinerisi ilə. Otaydan, Otay Azərbaycan, Cumhuri Azərbaycandan əsərlər oxumuşam. Yəni oxuduqca öyrənmişəm. Sistematik bir təhsilimiz olmayıb, məktəbimiz olmayıb və İranda yaşayan türklər özləri bu ana dillərini öyrənməyə məcburdurlar. Bu çox çətin bir işdir və bunun bizə bir şeylər artırıb varlığımıza,
dilimizi kəşf eləməyə, kültürümüzü tanımağa çox deyə bilərəm, böyük bir xəzinəyə sahibik və mən 40 il bundan kənardaydım. Və assimilasyonun çətri altında yaşadığıma görə 40 il varlığımdan uzaq olmuşam. 40 yaşından bu yana ana dildə yazmağa çox çətinlik çəkmişəm. Başda yazanda cümlələrim fars cümlələrinin quruluşu olurdu. Yəni bunu yazdıqca, oxuduqca daha artıq özümü gücləndirmişəm və hələ də deyə bilərəm 20 ildən sonra yenə də dilimizi təkmil öyrənməmişəm və öyrənməyə çalışıram. Bilirsiniz ki, azadlıq olduqda, yəni İran kimi ölkədə yaşamaq bir qadına çətindir, çox ağırdır, hətta azınlıq olmasın da. Ancaq bu azınlıq olsa müşkül neçə qat olur. İran ölkəsində kültürel və mədəni siyasətlər yalnız bir dilin üzərində qurulduğu üçün bütün imkanat, büdcə Farsi dili və mədəniyyətinə gedir. Bu ölkədə etniklər yaşayır. Türklər, Kürdlər, Ərəblər, Lorlar, Bəluçlar, Giləklər, yəni bir çoxlu etniklər var. Və bu etniklərin, Türklər və Ərəblər kimi etniklərin dillərinin bir uzun tarixi sabiqəsi vardır. Və bu etniklər başqa cəmiyyət ilə bağlı maliyyat verirlər. Və maliyyat verirlər, amma bu maliyyat bunların mədəniyyətinə və kültürlərinə heç bir şey qazandırmır. Yəni, o birisi etniklər özləri danışmalıdırlar və mən bir Azərbaycanlı yazısı olaraq biz bərabər imkanlardan istifadə eləmirik deyə bilirəm. Biz Türklərin ən çox sayısı cəmiyyəti vardı, ən çox sayıda cəmiyyəti vardı bu ölkədə. Amma büdcə, dövlətin büdcəsi bu etniklərə, bu etnikin mədəniyyətinə və kültürünə bir şey qazandırmır. Onun kənarında, o müşküllərin kənarında biz sistematik təhsil almadığımıza görə əsərlərimizin çapında müşkülə rastlayırıq. Oxucu sayımız çox azdır. Nədən? Oxuya bilmirlər. Bizdə danışıq, yasaq da danışıq, küçə bazarda, evdə danışılır. Amma təhsil almadığına görə hətta Türk dilinə maraqlı olan insanlar da oxumaqda çətinlik çəkirlər. Bizim ölkə içində hətta pluralizm və təkəssürə inanan təşkilatların qapısı belə bizim orijinal ana dilimizin üzərinə bağlıdır. Məsəla, nümunə deyim, Mehriqani Ədəb Təşkilatı pluralizmə inanan bir təşkilatdır və 2 dövrədir ana dillərinin tərcüməsinə ödül verir. Amma bu təşkilat bizim orijinal dilimizə deyil, Farsi tərcüməsinə bir ödül verir. Yəni, hətta təkəssürə inanan da bizim orijinal dilimizi var olduğu kimi qəbul edə bilmir. Ya qəbul edə bilmir də deməsəm, buna bizim kimi yanaşa bilmir. Bir dana qanuni və milli haqq kimi buna yanaşa bilmir. Ölkə dışında da yenə bizə həmi avantajı var, ana dilində yazmağımızın dezavantajı var. Ölkə dışında, dünyanın başında, hətta qonşumuz Türkiyə və Azərbaycan ölkəsində İran ədəbiyyatı Fars ədəbiyyatla xülasə olur. Baxmayın, qeyri-rəsmi yollarla bizləri bəzi vaxt qurultaylara, mərasimlərə çağırırlar. Biz gedirik, amma biz bu ölkələrin ədəbiyyatçılarına bir tərəfə bir xiyaban çimilir. Gedirik, amma çağıra bilmirik. Səbəbi budur ki,
bizim nə dil qurumumuz var, nə bir ədəbi müstəqil ədəbi təşkilatımız var və ona görə biz bu ölkələrdən sadəcə alırıq deyə bilirəm. Verdiğimiz elə bir şey yoxdur bu ölkələrə. Bizim əsərlərimiz, Türkçə yazdığımız əsərlər hətta dünya səviyyəsində tanınmır. Bunun səbəblərindən biri, hətta qonşu ölkələrinə də çox çətinliklə gedir. Bunun ən önəmli səbəblərindən biri bizdə Latin əlifbası ilə çap eləmək yasaqdır. Ərəb əlifbası ilə yazılıb əsərlərimiz çap olur. İrşad mücəvizi çap vermir əsər Latin yazılanda. Bu əsərlər hətta Azərbaycan Cumhuriyyətində çap olsa da Latin dilinə çevrilib və uyğunlaşdırılmalıdır. Və Türkiyədə də çap olanda axtarılmalıdır. Türkçəsini axtarılmalıdır. Bu, yəni bizim əsərimizə, bizim əsərlərimizin tanıtdırmağı böyük bir dezavantajdır. Amma biz Türkiyə kimi ya Azərbaycan ədəbiyyatından çox pay almışıq. Məsələn, Muğan bölgəsində, Ərdəbil, Muğan, o məntəqələrdə yaşayan dostlar, ya ədəbiyyatçılar daha çox Azərbaycan Cumhuriyyətinin dil və mədəniyyətindən və ədəbiyyatından pay alıblar. Mənim kimi də Qərbi Azərbaycanda yaşayanlar, Xoy, Urmiyə, o kimi şəhərlərdə Türkiyəyə yaxınlığı üçün Türkiyədən daha çox pay alıblar. Əlbəttə bunu da artırım ki, Türkiyə ədəbiyyatı bu gün yalnız bizim Azərbaycan ədəbiyyatımıza deyil, Fars ədəbiyyatına da öz təsirini buraxıb. Bir göz ucu nəşr sahəsində göz dolandırsanız, görəcəksiniz ki, Orhan Pamuk, Əlif Şafaq ən çox oxucusu olan yazıçıların içində sayılır. Mən şəxsən uşaqlıq dönəmindən Əziz Nəsinin farsça tərcümələri ilə böyümüşdüm. Yəni, bunlar bizə biganə deyirlər, pay gətiriblər, bir şeylər veriblər. Amma biz də ədəbiyyatımızdan qonşu ölkələrə pay verməyə haqqımız var deyə düşünürəm. Bir cümlə də artırım. Bu gün də internet və mahvarə sayəsində Azərbaycan Cumhuriyyətinin və Türkiyənin mədəniyyəti Azərbaycanlıların bütün evlərində nüfuz edibdir. Türkiyənin filmləri, serialları, sanıram ev yoxdur ki, gecələr Türkiyə seriallarına baxmasınlar. Yəni, bu da çox önəmli bir məsələdir. Ancaq bu şəfahidə danışığımızda təsir qoyur və oranın mədəniyyəti bizdə də təsir qoyur. Bu, mətnə keçməlidir. Yəni, şifahi millətlər məncə əsərləri qalmayacaq tarixdə. O yüzden biz mətnimizə, kitablarımıza, əsərlərimizə daha artıq önəm verməliyik diye düşünürüm. You're also a female writer. What are the challenges of being a female writer in Iran, and how might a female writer be treated in society, and what different experiences might she encounter? Siz həm də Bir qadın yazısı olaraq mən dörd bucaqdan bu məsələyə baxmaq istəyirəm. Bir, ailə içində bir qadın yazı. İranda ümumiyyətlə qadınlardan hər şeydən öncə analıq qabiliyyəti mütalibə edilir. Mən də istisna deyiləm. Atarçıl bir camiədə yaşayırıq. Həyat yoldaşımla yaşadığım illər belə gahdan yazıçılığım təməssülə tutuldu. Bununla belə bunu mən algılaya bilirəm, çox rahat başa düşə bilirəm ki, bu camiədə bir kişinin çətrinin altından kənara çəkilsən və özünə şəxsi bir hoviyyət qazansan, bu qəbul edilməzdir. Yəni, bu çox ağır bir şeydir.
Bu mənim bu əsərlərim, çap olmuş əsərlərim, uşaqlarım da oxumayıblar. Oxub, deyə bilərəm, assimilasyon təsiri altında bu uşaqlar ana dillərində, doğulandan bəri ana dillərində danışdırmışıq uşaqlarımızı. Amma mənim əsərlərimi vərəqləyib oxumayıblar. Oxumaq bilələrinə çətindir, ana dilini oxuya bilmirlər. Və bu ailə mənim arxamda duran ən çox insan firqə milli hökumətdə 1 il türkcə dərs oxuyan anam olubdu. Ki, indi rəhmətə gedib neçə idi. Anam, deyə biləm, ailə içində ən önəmli şəxs idi ki, mənim yazıçılığıma diqqət yetirərdi. İş yerində bir qadın yazıcıya necə yanaşırlar? Mən Ulum Azmaşgahı oxumuşam və Azmaşgahdan da bazı şəxs olmuşam, təqaüd olmuşam. İşlədiyim illərin birində, günlərin birində bizim Bimaristana bir bəxşinamə gəldi. Hər kəsin məqaləsi olsa, onu riyasət otağına verməlidir ki, hesabdariyə versin və buna maddi bir təşviq nəzərdə tutmuşdular. Mən 2 məqalə yazmışdım o günlərdə. Biri Azərbaycan qadınlarının HIV ilə bağlı bir vəziyyət idi. Yəni Azərbaycan və Azərbaycan qadınları və HIV məsələsi. Biri də Azərbaycanda özlərini yandıran qadınlar. Onunla bağlı bir məqalə idi. Bu məqalələri mənim Dilmat nəşriyyəsində çap olmuşdu. Onları qrup eləyib verdim rəisimizə. Sonra hesabdarıdan mənə zəng açdılar ki, bu məqalələrin adı var, özü yox. Mən getdim rəisimizdən, Azmaşgahımızın rəisi, PhD Ulum Azmaşgahı idi. Yəni, yuxarı təhsilata sahib olan ziyalı bir insandı. Mənim məqalələrimi çırıb atmışdı zibil qabına. Soruşdum, dedi, sən get işini gör. Sən hara məqalə yazmaq var. Yəni, iş yerimdə bu mənim bir yazıcı olaraq bir təcrübəm. Mən toplumdan da bir misal gətirim. Toplumda yazıcıya çox hörmət var. Yəni, o hörmətin kənarında, yəni bilsələr yazıcısan, hörmət edirlər. Amma bu hörmətin kənarında bir ayrı məsələ də var. Mən bunun adını deyim, qadına qarşı qadın. Bu bir əslidir. Biz yaşayırıq, hər sahədə yaşayırıq. Mən Quşlar Daha Qorxmur romanını 10 il öncə yazanda roman Xəzər qırağından başlaydı və mən bu dəniz kənarını yazmaqda sorun yaşaydım. Çox çətin qabağa gedirdi roman. Belə qərara gəldim ki, gedim Xəzər sahilində bir otel otağında o fəzanı algılayım, sonra romanımı orada yazım. Bilirsiniz, İranda tək qadına otel otağı vermək çox çətin bir işdir, çox mərahili var, gərək əmakinə gedə filan. Belə bir işlər var, o zaman daha da çətin idi 10 il bundan öncə. Mən bir tanış ailə ilə getdim Astarıya, orada üzü dənizə bir otel otağı tutduq. Və bu ailə qeyddi evinə, hər gün nahar pişirirdilər, bu ağa xanım. Gəlirdilər otelə, birlikdə nahar yeyib. Bu otelin sahibi bir xanım müəllim idi. Səhərlər mədrəsədə, axşamlar hotelində olurdu, oteli idarə edirdi. Mən o gün otelə gedən gündən, oteli tərk edən günə kimi bu xanım şübhə ilə mənə yanaşdı. Sahilə qədəm vurmağa gedəndə məni pəncərədən güdürdü. Otaqdan eşiyə çıxanda əşyalarımı qarışdırdı və algılaya bilmirdi ki, bir qadın da eləyə bilər şəhrindən durub gəlib dəniz kənarında romanını yazsın. Bu xanım o qədər namünasib və qələt davranışlar var idi ki, mən 3 həftəlik keçsəm də bir həftə olmadı ki, Təbrizə getdim.
Bu da toplumun mütənaqız deyə bilərəm yanaşmaları bir yazıya həm müsbət yanaşma var, həm də mənfi yanaşma. Amma hakimiyyət tərəfindən Türkçe yazan yazıçılara ikili standartla yanaşılır. Bu yazıçılar için sosyal məsələlərə diqqət yetirirlər və sosial məsələlərə fikirlərini söyləyirlər. Həmişə nəzarət altındadırlar deyə bilirəm. Mən sizə buradan misal verirəm. Mən neçə il öncə 2020-də Təbriz Universitetinin Azərbaycanşünası Kanunun tərəfindən bir hikayə müsabiqəsi qoyulmuşdu. Mən də davər idim. Bu hikayə həm Türkçə idi, həm Farsça. Yəni bu müsabiqə Türkçə-Farsça idi. İxtitamiyyə günü ondan öncə bizim kimlik bəlgələrimizi aldılar, bu mərasimə dəvət elədilər. Mən o birisi davərlə ki, o da Farsça yazardı, mənim dostumdur da, mən yəni onu mərif eləmişim o davərliğə. Biz ikimiz gedəndə universitetin qapısından hərasət ona dedi, sən gedə bilərsən, məni içəri qoymadı. Yəni mən öz dərs oxuduğum universitetin içinə girə bilmədim və o ixtitamiyyə qurulmadı, ancaq bu bir nümunəsidir. Bir ayrı nümunəsini deyim, neçə il öncə 8 Mart'da biz bir neçə yazıcı, şair, rəssam çıxdıq Şahköylüdə, bir kafede oturduk ve mizin üzerine bir etiket koydular. Yadımda da kim koydu. 8 Mart mübarek yazılmıştı. Onun sonrası bizi, o birisiləri bilmirəm, məni çağırdılar 3-4 saat sorğu sualla. Ki, hoviyyət tələbsən, panturşistsən, feministsən və yəni çox baskı, o qədər baskı vardı ki, mənim hipertansiyonum var, diabetim var. Yəni o baskılar səbəb olub ki, mən hər zaman davalarımı, dərmanlarımı küfümdə dolandırıram. Ya bu son aylarda Urmiya Dəryacəsinin ehyasına görə Ustandariyə getmişdik. Yenə də bir dana mədəni mütalibə üçün şəxs məni və bir çoxlarını sorğu-suala çəkdilər. Yəni bu da hakimiyyətin o ikili standartlarından yanaşmasından nümunədir ki, yazıçılar ki, gözlərini yumurlar sosial məsələlərə, çox rahat yaza bilirlər və çox yaxşı imkanlardan istifadə edə bilirlər. Amma mənim kimi yazıçılar elə də bu cür məsələlərə rastlayırlar. I just wanted to say thank you to Ms. Kebiri for this very fascinating and informative talk. And to introduce myself, my name is Gözde Mercan, and I am a faculty member here at the Near and Middle Eastern Civilizations Department at the University of Toronto, and I teach Turkish language here. That's also why I was a little bit late for the talk. Sorry about that. I had my Turkish class. But as an educator and a Turkish linguist, I would like to thank you for the contributions that you make to the Turkish language through your distinguished works. And I have many questions, but just to ask one, I wanted to ask, like you mentioned the problems, the challenges of having young people learn Turkish and be able to read your work. What can we do to help raise more interest and actually really help the young people learn Turkish? What can be done? And also, what can we do as the international community, academics from Turkey, Turkey, from Northern Azerbaijan, and international scholars basically from North America, including Canada? What can we do to help? Çok teşekkür ediyorum. Mən sizdən təşəkkür edirəm bu suallarınız üçün. Əsas məsələ budur ki, bizim ölkədə anayasada keçidən qanun bəndi həyata keçirilsin. Bizim qanunumuzda ana dilində təhsil bəndi vardı.
amma həyata keçirilmir. Bu qanun həyata keçirilsə, bizim sorunlarımız və başqa etniklərin sorunları ortadan qaldırıla bilər. Yəni, biz danışa bilirik, amma eğitim almırıq. Əsərlərimiz də eğitimsiz yazılır. Bizim peşəkar editorumuz yoxdur, dil qurumumuz yoxdur və bir çox imkanlardan istifadə edə bilmirik. Ancaq bu əsas sorundur ki, bunu İran dövləti və qanunda, məclisdə ya və dövlət buna yetişməlidir ki, bizim də Azərbaycanda hər zaman buna tələb edirik. Yəni, əsas tələblərimizdən biri, etniklərin əsas tələblərindən birinə tək Azərbaycanlıların ana dilində təhsil. Amma bunun bir başqa yolları da var. İnternet münasib bir fəzadır. Klaslar yaratmağa, dil eğitiminə, workshoplar olmalıdır və onun kənarında Türkiyədə bizim ədəbiyyatımız, bizim əsərlərimiz, çap olmuş əsərlərimiz xoş qarşılansın. Mən dəfələrcə Türkiyəyə getmişəm, ümumiyyətlə Türkiyədə İran ədəbiyyatı deyiləndə Fars ədəbiyyatı qəsd eləyirlər. O yüzden Fars ədəbiyyat da İranın ədəbiyyatının bir bölümüdür. Amma onun kənarında Azərbaycan ədəbiyyatıdır var. Və bizim də əsərlərimiz yazılır. Bizim də sinemamız var. Azərbaycanın müstəqil sineması var ki, Türkiyə ədəbiyyatımızdan daha çox bu sinema məsələsinə diqqət yetiribdir. Filmləri TRT2-də mən izləyirəm, orada paylaşılır. Və internet ortamı münasib bir yerdir eğitim üçün, qeyri-rəsmi eğitim üçün. Amma o yenə də məktəb və mədrəsənin yerin verməz. Hər halda bir yaranın, deyərlər, bir qismətini pansuman eləmək kimi bir iş ola bilər və əsərlərimizə diqqət yetirilməlidir, axtarılmalıdır, orada çap olmalıdır. Təşəkkür ederim. Deyirlər ki, Hindistan'da da eyni şeyler yaşanır, eyni şəkildə və insanlar öz dillərinə sanki aşağıda görürlər öz dillər. Correct me if I'm saying something wrong. Öz dilləriniz və dövlət tərəfindən ora bir sistematik bir ırkçılıq həyata keçir. Deyir ki, soruşurlar ki, sömürgəçi bir yapıda olduğunu, bu devletin... Devlet değil de yani 200 yıllık bir sömürge tarihinden dolayı yani onu insanlar da öyle hissediyor. Hindistan'da 200 illik bir sömürge, bir müstəmləkəçilik tarihi var. Ondan qaynaqlanaraq insanlar öz içtənsəlləşdiriblər bu sömürgəçiliyi və özləri öz dillərinə qarşı müstəmləkəçi bir açıdan yanaşırlar. Peki bu İran içində keçərli mi? Və bu batıdan gələn bir sömürgə etkisi də varmı? Hindistan'da bu batıdan gələn bir sömürgəçi, müstəmləkəçi sistemdir. İran'da da aynı şey mi diye soruyorsunuz? Yok, İran'ın yani müstəmləkəçi yapıyı nasıl kıyaslıyorsunuz? İran'daki o müstəmləkəçiliyi, o sömürgəçiliyi bu tür batıdan gələn sömürgəçiliklə necə müqayisə edirsiniz? Necə qarşılaşdırırsınız? Bənzərliklər varmı? Əlbəttə ki, bizim də dil yasaqlığımız, dil eğitimi yasaqlığı həmin sömürgəçiliyə qeydir. Yəni, tək indi deyil, biz 100 ildən artıqdır, Pəhləvi dönəmi işə gələndən bəri dil yasaqlığımız olub. Hətta bir dövrələr kitab və qəzet çap eləmək də çox çətin olub. Hətta gizlicə qəzetlər nəşr olubdur. Bunun da bizdə tarixi sabiqəsi vardı. Yəni, tək indi yaşadığımız bir məsələ deyil. 100 ildən artıqdır biz bu məsələni yaşayırıq və dil eğitimindən məhrum qalmışıq. Amma Batının nə qədər bu məsələ ilə əlaqəsi ola bilər deyə bu fikirəm, bu oturumun söhbəti olmaya və mənim də bu həddə o qədər məlumatım yoxdur deyə biləm Batı nə qədər
əli var bu işdə. Ancaq bir zamanlar var idi, Qacar dönəmindən bəri bir seri döktürlər və bir seri xarici dövlətlərin nümayəndələri İranda məktəb açırdılar, mədrəsə açırdılar. Bilmirəm, deyə bilmərəm, yəni qətiyyətlə bunlar da Pəhləvi dönəmində və Qacardan sonra Pəhləvidə təsir qoyub ki, belə baxıblar ya yox. Ancaq ki, 100 ildən bəri biz bu məsələni yaşayırıq. Yeah. Is it possible for the international community to get your novels published in English for those of us here in Canada to read? Əlbəttə, məzmun baxımından mən iddialıyam bu konuda, amma imkan olmalıdır tərcümə eləməyə. Naşirlər bizim əsərlərimizi tanımalıdır və tərcümə eləməlidirlər deyə düşünürəm. Hətmən ki, imkanı var, amma biz bu işi görə bilmirik da. Çünki dünyanın qapısı bizim dilimizin üzərinə bağlıdır. Burada birçok akademisyen, Toronto Üniversitesi'nin öğrencileri, hocaları var. Hamısına teşekkür ederim. Cənubi Azərbaycandan qatılan ben isimlerini adlarını gördüm. Leyla Bəhməni burada akademisyenlerden, Xanım Vəhbi burada, Əlrıza Sərrafi və başqa mənim tanıdığım sürətlə vaxtımız az olduğuna göre onların adını çəkirəm. I'm very thankful and grateful for those who University of Toronto professors, students who joined us today. Mr. Bülent Üçpınar is here from Yunus Emre Institute. We are so thankful. Çok teşekkür edirəm gəldiyinizə görə. Oturumu kapatmaq üçün mən də Sisətə, Lalə Cavanşirə, Türkan xanım, Sarı xanım və salonda əyləşənlər ilə onlayn qatılan dostların hər birinə təşəkkür edirəm. Çox sağ olasınız.